Dostlar, deməli bu günə kalpasadan, saskadan qəşəng yeməklər hazırlayacağam. Deməli kartoşka arası kalpasa ilə, necə ki, uyruq kartoşka eləyirsən, kalpasa ilə çox gözəl dadlı olur. Sonra mən saskadan hazırlayacağam, salat hazırlayacağım, bir də burger hazırlayacağım kalpasadan. Çevir. Onu elə, sonra soğanı eləyirsin. Sağ ol. Sağ ol. Tamam, çevir. Belə eləyirsən. O barmağın ucunu gizlədirsən içəridə, sonra kəsərsən. Bıçağı da biraz belə tutun, kəsən yeri oyanır. Belə xırda tələsmə, həm eləyirsən. Belə. Yaxşı, biraz kəsdin, sonra yer yoxdur. Bunu fırladırsan belə, bu tərəfdən eləyirsən. Biraz da deməli turşan vurduq buna. Buna tərkib olaraq vurduq deməli mayonez, qırmızı soğan, duzlu xiyar, avokado, turşan, duz, yod, sarımsaq. Amma yaxşı olar ki, üstünə həmişə duru yağ, o belə çəkir ikisini. Azıcıq çox kartoşka pişirirsən. Onda da belə eləsəz, həm yumşaq olacaq, həm də qabığı çox yanmayacaq. Belə əla olur. Bax, yer üzməmişsən. Biraz bunları suxarı əlavə edirik. Biz lezzetli. Ama ortadan götürək ki, olsun lezzetli. Dostlar, siz də belə məsələn maraqlı videolar görmək istəsəniz, Ziya Bakı YouTube kanalında izləyə bilərsiniz, orada abunə ola bilərsiniz. Hər həftə maraqlı videolarımız olacaq inşallah.